kəs kimi hər kəsi bu əziz və çox tarixi günümüzün münasibətilə, 21 Azər münasibətilə təbrik edirəm və bu tədbiri, bu məclisi yaradan, əmək verib və bizi bura toplayan Süheyla xanımın simasında deməli təşəkkür edirəm səbəbkarlardan. Bir də Məcid bəy Cəvadinin söhbətinə qayıdaraq ki, burada müxtəlif, düzdür, hər kəsi 21 Azər bir yerə yığdı bu tarixi günün deməli əhəmiyyəti və onu yüksək saymamız, amma eyni zamanda da biz müxtəlif görüşlərdə, buraya başqa zaviyələrdə, bucaqlarda fərqli baxışlarla olan qruplar bura gəlmişik dostlar. Ona görə hər kəsin belə xoş görüşünə sığınaraq məncə düşünürəm ki, burada bu günləri təqdim olan platformu bir az öz partimizin, sözsüzü olan partimizin baxışından biraz dəyərləndirim. Elə olmasın ki, oturaq elə bir-birimizə ardışlayaq və boyumuzu deyək, oxşuyub və sağollaşaq ki da. Çünki fərqlilikdandır ki, irəlilik motoru deməli çalışar və qabağa gedər. O yüzden de mən zaten yazıdan oxumağa çox adəti olan bir şəxs deyirəm, amma istədim ki, biraz da zamanda həm də sərf ekonomi edeyim və həm də dediyim sözləri yaddan çıxartmayayım deyə bir başlıqlar almışam, onların əsasında gedirəm və ümid edirəm ki, zamanımı aşmayayım. Nə qədərdir Süheyla xanım mənim zamanım? Yarım saat. Təşəkkür. Bəli, ən sona qalan payın çoxunu ona düşər. Sayın abi başmışdı canım. Hörmətli konferans iştirakçıları, dəyərli siyasi fəallar. Bugün burada toplanmamızın səbəbi sadəcə mövcud vəziyyəti təsvir və təhlil etmək deyil. Əsas məqsədimiz bir sualı açıqlayıb və cəsarətlə ona cavab verməkdir. İranda Azərbaycan hərəkatı hara gedir və hədəfləri nədir? Çünki siyasətdə hədəfi olmayan və istiqaməti olmayan bir hərəkət istəsə də, istəməsə də başqasının hədəfinin xidmətindədir. İndi bundan əlaqədar 3 məsələyə toxunacağım, bəlkə də 4. Birinci, mövcud problemin açıq təsviri budur ki, bugün Azərbaycanın milli hərəkatla tez-tez işlənən bir söz var, burada da çox işləndi, öz müqəddəratını təyin etmək haqqı. Bu anlayış hüquqi baxımından doğru ola bilər, amma mənim əsas iddiam budur. Niyə? Bu iddiam budur ki, bu bir siyasi iddia deyil, siyasi strateji də deyil. Nə üçün? Çünki bu şu an konkret siyasi bir sistem ortaya koymuş. 2, gələcəkdə dövləti modeli nə olacaq onu göstərmir. 3, xalqın qarşısına aydın bir seçim qoymuş. Siyasətdə belə bir deməli qaydalar var. Ən önəmlisi budur. Təbliğ olmayan fikir səs almaz. Mövcudiyyəti olmaz yəni. Xalq tanıtımı, əgər xalq tanımırsa, xalq tanıtımı yoxdursa, eşitmədiyi bir şeyə, gündəlik müzakirədə olmadığı bir şeyə xalqdan intizarımız, bəklentimiz ola bilməz ki, səs versin. Ona görə onları öncədən tərifləyib və təbliğ etməmiz gərəkir. Məsələn, bir tarixi hadisə oldu 1979-da ki, bir böyük təcrübə idi İran rejimində. Xalq bir İslam Cumhuriyyəti adında bir təbliği, o da Pəhləvinin sansorundan keçəndən sonra duydu. Elə bildi ki, bir şah rejimi var Pəhləvi, bir də İslam Cumhuriyyəti. Hansına ayrı ya xeyr vermək lazımdır, getdi sandıq başına. Doğru deyək. Deməli, heç bir alternativi ondan başqa eşitməmişdi. Bu təkrar olmamalıdır. Bugün biz Azərbaycanda çox təhlükəli bir vəziyyətdə. Çünki heç bir sistemi, yəni dövləti idarə etmə mövcud sistemlərdən heç birisini dünyada biz təbliğ etmirik. Ümumi danışırıq. İkincisi, qarşı tərəf ama mərkəzsiz cumhuriyyətçilər, tamami xalqlar fasılar verirlər. Mərkəzsiz səltənətçilər ya monarxiya tərəfdarı olanlar bir vahid İranda ideyanın olmasını aktiv şəkildə yayırlar və dünən Məşəddə olan hadisələri də hər kəs duydu. Həlləcədə. Ölkədən deməli qaçdıqda, qatar-qatarda ölkənin deməli resursları və millətin beytulmalından deyirlər, aparıblar və xərvar-xərvarda pulları var və bu istiqamətdə də onu çox yaxşı işə salıblar, bildiyimiz fars medialarından söhbət gedir. Əgər bu boşluq davam edərsə, xalqımız bizim adımızla başqasının hədəfinə gedib səs verə bilər.
Çünki biz tanıtdırmamışıq ki, nəyi yazıb və sandığa atmalıdır. Tənqid etdiyimiz nöqtələr. Mövcud bəzi qurumlar və təşkilatlar belə düşünür ki, 1. Açıq istiqlal şüarı vermək indi riskdir, bunda zəmin yoxdur. 2. Federalizmi, zaten federalizmi istəmir, buna qarşı olan, biz bilirik ki, bizim Azərbaycan qruplarında da qarşı olanlar var. 3. Belə düşünürlər, ona görə ən təhlükəsiz yol öz müqəddəratını təyin etmək şüarı ola bilər. Ki, nötral bir ifadədir, bunu işlədə görək dəngələr ha tərəfə deməli, əyilir və o istiqamətdədir. Amma bu özü bir yanaşma, nəinki təhlükəsizlik, bəlkə ən təhlükəli deməli, bir şüar ola bilər. Xalqımızı qərarsızlıq və istiqamətsizlik və seçimsizlik zamanı əli boş sandıqlara doğru göndərmək məncə deməkdir. Alternativ intellektual yanaşma buna nədir? Biz tənqid etməklə kifayət etməməliyik, alternativ təqdim etməliyik. Mənim, yəni ADP-nin, Azərbaycan Demokrat Partisinin təmsilçisi olaraq təklif etdiyim budur ki, aydın söz plus mərhələli siyasi platform önə qoymalıyıq. Aydın məqsəd, Azərbaycan və xalqının son məqsədi, açıq ifadə olmalıdır. Öz ərazisində, öz siyasi hakimiyyətinə sahib olmaqdır, doğrudur. İkinci halda keçid mərhələsində federal bir cumhuriyyətin içindədir ki, İran federal olarsa, deməli, indi burada oturan Ərəb, Bəluç və başqa millətlərin də öz yerel hükümətləri, o cümlədən Azərbaycanın yerel hüküməti ola bilər. Bu dəfə 21 Azər kimi bir padişahlıq, deşxim rejimin içində bir tək Azərbaycan üzbəüz durmaz. İndi bu dəqiqə vəziyyət fərqlidir. İndi üzqar nöqtələrdən bir tək Azərbaycan yox və saydığımız, sadalığımız xalqlar indi ayaq üstədirlər. Budur, deməli, federalizm yalnız bir mədəni şüar deyil, siyasi, iqtisadi, ictimaiyyətli səlahiyyətləri olan bölgələrə əsaslanır ki, onlar öz yerel hakimiyyətlərini təyin etməlidirlər bu modeldə. Qeyri-fars millətlər, xalqlar arasında strateji ittifaqı mümkün edir bu şüar. Fars demokrat müxalifəti ilə də taktiki əməkdaşlıq əslində bizə bir imkan yaradı bu şüar altında. Sonuncu mərhələdə budur ki, bu mekanizm bir referandumla deməli, anayasa iş üstə gələndən sonra anayasada yazılmalıdır ki, bir zaman tarixdə hər bir vaxt ki, bu ya başqa millət öz yerel qurduğu hakimiyyətdə narazılıq hiss eləsə, öyək münasibət hiss eləsə, saygısızlıq hiss eləsə, referanduma gedə biləcək bir deməli, bənd qeyd eləməlidir anayasada. Necə ki, Quebecdə federal bir sistemdə Kanadada Quebec əyaləti quruldu və sonralar bunu anayasaya yerləşdirdilər ki, Quebeci saymasaz, əskici kimi əgər saygısızlığa uğrasa Fransa dillər, bunlar referanduma gedə bilərlər. Bir dəfə də referanduma gediblər, rəy almayıblar. Ola bilsin gələn dəfədə rəy ala bildilər ya da ki, məsləhət gördülər, elə Kanada biçimində həyatlarına davam etdilər. Deməli, bu 3 mərhələdə gedişat istiqlalçı düşüncəsi olanlara da meydan verir. Yəni bu yolla getmək və 3-cü mərhələyə çatmaqda. Deməli, biz bir çox demokratik ölkələrdə olan indi istiqlalçı düşüncələrdə bu siyasətlə öz aramıza ala bilirik və onlardan nümunə götürə bilirik, onlardan baskıları və onlardan katalanları da İspaniyada eləyə bilirik, buna qataq. Nəticə, əgər bir hərəkət son hədəfini əldə etməyi mərhələ stratejik tökməklə önə çıxartmasa, məsələn, son sözü öndədirsə, ya xalqı qərar vermək üçün mərhələ hazırlanmasa o hərəkət ya tarixi fürsətləri qaçıracaq, indi Əliza bəy də ona dəyərləndi, toxundu, ya da bilmədən bu rejimin ömrünü uzadacaq. Sağ olun. Sağ olun. Çox sağ olun. Çok teşekkürler.